Necə düşünürsünüz? Xilaskar gələndən sonra insanları onun belə deyim üstünə dəstə-dəstə qaçmağa, ona yönəlməyə səbəb olan hansı amillər olacaq? Onlar nəyi görəcəklər xilaskarda? O insanların sanki gözlədikləridir. Əvvəla çoxdan gözlədikləridir bu bir. İkinci və görəndə də onlar görəcəklər onların əqlini və onların fitrətini qane eləyən kəsdir bu. İnsanlar görəcək ki, belə bir şey axtarırlar. Vallahi insanlar, mən bunu çox görürəm. Bəzi hətta heç dindar olmayan adam, görürsən biz məsciddə falan görürdük, gəlir bir gecə Qədr gecəsində hamı o Qədr gecəsini saxlayır, dindar oldu olmadı. Bir gecə Qədr gecəsində qalıb, hər şeyi başından çıxardıb, aramlaşıb, o səhər özünə gələ bilmir ki, nə gözəl məclis idi. Bu necə fitrətinə qayıdıb axı. Fitrət əslində dünyaya baş qatır belə olur. Din gəlir ki, başını belə şeylər də var. Ya məsələn, hətta dindarların özləri də bəzən başları qatır elə gündəlik o rituallarla yola verirlər. Amma bir gün məsələn bir İmam Hüseyn məclisində ya bir həftəlik ziyarətə gedir. Orada elə bir ab-u havada olur ki, sanki fitrətinin istəklərini tapır. İmam Zaman əleyhissalam, yəni ilahi hüccət gələndə cəmaət bütün səs-küy kəsiləcək. Bu gün dünyada gedən bütün səs-küy var, siyasi, ictimai, problem, maddiyyat və s. Bu səs-küylər kəsiləndən sonra insanlar birbaşa fitrətlərinin istəklərini görəcəklər. Onların zehinləri aram olacaq. Bütün suallarının cavabı tapılacaq. Sualların biz hansısa elmi suallar demək istəmirəm, həyatla bağlı. Bunlar həll olandan sonra hər kəs, bütün səslər kəsilib buna diqqət olandan sonra təbii ki, insanlar ona tərəf qaçmalıdırlar. Görəcəklər ki, bu mənim daxilimin sürüklədiyi bir şeydir. Həm ağlım məni ona tərəf aparır. Sualınız çox qəşəng sualdır. Əslində insanların ona tərəf dəstə-dəstə getməsinin səbəbi nədir? Bax, budur. Həm daxili bir fitri ehtiyac, həm zahirən nə olmalıdırsa bu mənim üçün təmin eləyəcək. Həm o elə bir insandır ki, hər bir insanın bir məşuqu var. Dünyada elə bir adam yoxdur ki, aşiq olmasın, sevdiyi olmasın. Olub və yaxud da var. Niyə? Çünki Allah insanın fitrətini belə yaradıb. Bütün o aşiqlər ki var, o aşiqlər insan iki şeydən aşiq olur da. Bir, onun sənə nisbətdə xeyirxah olduğunu görürsən, onu çox istəyirsən, sonra da bu şiddətlərin aşiq olursan. Ata-anaya münasibət belədir məsələn. Ata-anaya insan atasını, anasını, müəllimini və s. bu kimi şeylər niyə aşiq olur? Çünki onun xeyirxahlığından doğur. Bir də insan gözəllik, kamal, gözəllik deyəndə zahiri gözəlliyi nəzərdə tutmuram. Kamal görürlər. Məsəl üçün, futbolçunun gözəlliyinə görə sevmir ki bir insan. Bir idmançını, bir nə bilim, onun kamalı var. Məsəl üçün, futbol oynama bacarığı bir kamal göstəricisidir. Nə bilim, bir idmançı, bir alim və digər. İnsan onu sevir, ona qarşı simpatiyası yaranır. Deməli, adətən alimlər deyirlər ki, iki səbəbə insanın məhəbbəti olur və bu məhəbbət də çoxalır, eşq mərhələsinə keçir. Yəni, insan aşiq olduğu kəs ancaq belə olur. Nədir? Kamal, yəni gözəllik. Dediyim kimi, zahiri gözəllik yox. Gözəllik və xeyirxahlıq. İnsanlıq görəcək ki, ilahi hüccəti görəndə görəcəklər ki, onlar xeyirxahlığın ən pikindədirlər. İnsanı öz valideynlərindən, hər kəsdən daha artıq sevən və insanın üçün canını, əziz canını fəda eləmək bir ruhiyyəsində. İmam Hüseyin bunu göstərir. Həzrət Əli bunu göstərir ki, mən xanım Fatimə Zəhra 18 yaşında ümmətə balalarını yetim qoyub gedəcək qədər fədakardır, anadır, sözün həqiqi mənasında. İmam Hüseyin, Həzrət Əli, bunların bu fədakarlığı görür, insan buna dayana bilməz. Və eyni zamanda onun bütün kamalını görəcək. Biz görürük Həzrət Əlidə də, görürük ki, Həzrət Əli bütün sahələrdə kamal, eləcə də digər. Görəcək ki, bir nəfər var ki, bütün kamal onda cəm olunur. Qüdrətdə, ağılda, idarəçilikdə, tədbirdə, insanlara xidmətdə, hər şeydə kamalı özündə cəm eləyib. Bu tərəfdən də xeyirxahdır. Ola bilsin ki, biz bir nəfəri sevirik ki, o xeyirxah bizə nisbətdə xeyirxah deyir. Mənim falan bir futbolçuya olan eşqim, məhəbbətim bu xeyirxahlığına görə deyil, kamalına görədir. Bəzən birini də sevirik ki, o bizə təkcə xeyirxahdır. Amma bu həzrətdə ikisi də birləşir, özü də ən kamil şəkildə. Ondan xeyirxah kim var? Və ondan kamil kim var yer üzündə? Ona görə də bu amillər insanları, qəlbi o xarab olmamış insanları təbii ki. Onlar müharibəyə başlayacaqlar imamla.
İnsanların nə qədər ki qəlbi xarab olmayıb imama tərəf gedəcək. Qəlbi xarab olanlar onunla mübarizə aparacaqlar. O Süfyani və sair bunların qoşunda olanlar zaten elə bunlardır. İmamla döyüşən. Yoxsa insan normalda heç vaxt döyüşəməz. Bacarmaz. Bacarmaz ki, bu kamalın nəhayətini özündə cəm eləyən və xeyirxahlığın nəhayətini özündə cəm eləyən. Bunu görəndə insanlıq dayana bilməz.